Səhər duran kimi nə edirsən Mehriban? İlk öncə TikToka baxıram. 2 saat yerimdə fırlanıram. Sonra durmağa çalışıram və dururam. Bəs sən Yadigar? Mən isə ilk öncə birinci kofe götürürəm, sonra isə mənə gələn e-mailləri yoxlamağa başlayıram. Deyək ki, evdə bir cihazınız işləmir, problem yaşamısınız. Bunu həll etmək üçün nə edirsiniz? TikToka baxıram yenə. Ya da padurkalarıma danışıram. Mən isə Google-da bunu həll etmək üçün bir vasitə axtarıram və ya bir dostum mütəxəssisə müraciət edirəm. Mesajda güləndə ən çox hansı emojini atırsan? Həm gözdən axırı, belə-belə, ya da belə fırlanıb axırı. İkisi də. Smiley, Yəni bax adamına dəyişir də. Ürəkdən gülürəmsə, elə o belə heyri olur, belə gülür, onu atıram. Tərsinə gülür. O. Məndə isə əlbəttə ki, yarım mötərizədir. Əgər çox güləndə isə mötərizələrin sayını sadəcə artırıram. Bəs yaxşı, ödəniş eləyəndən sonra elədiyiniz ilk şey nə olur? Cashback-ə baxıram. Görüm hansından daha çox faiz gəlir. Mən isə o dəqiqə tətbiqdə qalan puluma baxıram. Bəs yaxşı, pul yığmaq üçün ən yaxşı yol hansıdır? Rabitə Bank mobil tətbiqini yükləyirəm. Oradan xəzinəyə atıram, həm də oradan əlavə faiz gəlir. Bunu mən də bilirəm. Millennial olmağıma baxma. Mən də Millennialsən də maaşımın dayara hər ay yığırsan. 20%-ni xəzinəyə atıram. Mən yığmalıyam o pulu. Çox sağ olun. Sağ olun. Sağ olun. Bu arada Gənclər Gününüz mübarək. Həmişə gənc qalmaq diləyilə.